Müəllim, SO2 ilə SO3 hər ikisi də polyar molekullardır. Polyar rabitə olduğuna görə yoxsa necə? Xeyr, təbii ki də. Fərqli anlayışlardır. İndi diqqətlə qulaq as, elə bir izah verəcəm ki, bu izahdan sonra artıq qarışdırmayacaqsan. Əvvəla yadında saxla ki, ion rabitəli birləşmələrdə polyar və qeyri-polyar molekul anlayışı olmur. Çünki ion rabitəli birləşmələr molekul deyil, kristaldır. Polyar molekullarda yadında saxla ki, molekul asimetrikdir və həmçinin mərkəzi atomda xarici təbəqədə elektron cütü olmalıdır. Qeyri-polyar molekulda isə molekul simmetrikdir və mərkəzi atomda xarici təbəqədə elektron cütü olmamalıdır. Bu qaydaları bilsən rahatlıqla tapa biləcəksən. Su molekulunda mərkəzi atom rolunu oksigen oynayır. Nəyə görə? Çünki daha çox rabitə əmələ gətirmək qabiliyyətinə malikdir. Oksigenin energetik səviyyəsini yazsaq, görərik ki, xarici təbəqəsində 2 tək elektronu var və 2 tək elektronunu rabitə əmələ gəlməsində iştirak edir. Xarici təbəqədə elektron cütü olduğuna görə dediyim qaydaya əsasən su molekulu polyar molekul. Əgər molekul hidrogen, oksigen, azot, hidrogen fluorid, karbon monoksid və s. kimi 2 atomdan ibarətdirsə, burada mərkəzi atom anlayışı yoxdur. Çünki ortada duran atom yoxdur. Bəs burada biz polyar və qeyri-polyar molekulu necə ayırd edəcəyik? Burada elektromənfiliyə görə baxacağıq. Məgər elektromənfilik fərqlənərsə, deməli molekul asimetrik quruluşdadır və polyar molekuldur. Yox, əgər elektromənfiliklər eynidirsə, deməli molekulumuz simmetrikdir və qeyri-polyar molekul. İndi isə gəl sənin sual verdiyim SO2 və SO3 molekullardakı fərqə nəzər yetirək. SO2 molekulunda mərkəzi atom rolunu kükürdü oynayır və 4 valentli göstərir. Ona görə kükürdü 4 valentliyə qədər həyəcanlandırırıq. Həyəcanlandıran zaman görürük ki, 4 tək elektron rabitə əmələ gəlməsində iştirak edir və yerdə elektron cütü qalır. Deməli bu molekul polyar molekul olacaq. Molekulunda isə kükürt 6 valentli göstərir. Ona görə 6 valentliyə qədər həyəcanlandırırıq. Gördüyünüz kimi bütün tək elektronlar rabitə əmələ gəlməsində iştirak edir və cüt elektron olmadığı üçün deməli molekulumuz qeyri-polyar molekul olacaq. Bu şəkildə yazmadan necə asanlıqla tapa bilərik? Yadınızda saxlayın. Əgər bir element müxtəlif cür birləşmə əmələ gətirirsə və həmin birləşmədə maksimum valentli və ya da maksimum oksijləşmə dərəcəsini göstərirsə, deməli molekulumuz qeyri-polyar molekuldur. Əgər digər oksijləşmə dərəcəsini göstərirsə, olacaq polyar molekul. Bu şəkildə asanlıqla